Herkese salam dostlar. Ekranda da gördüğünüz kimi Qarabağ komandasının başındayıq və Qarabağa 700 milyon avro pul verdik və bu pulla birlikdə komandanı gücləndirəcək və bir mövsüm boyu, bir sezon boyu sizlərlə birlikdə sizlərə göstərəcək. Baxaq görək Çempionlar Liqasında nələr edəcək. Dostlar, ilk olaraq oyuncularımızı almaya başlayaq. İlk olaraq Sammayeni satacağam. Geçsin. Həm də komandada biraz boşluq olar. Birinci olaraq hücum alacaq dostlar. Hücuma mən buradan Harry Kane alacağam. Həm biraz daha ucuza ala bilərik. Yəni iş görər. 70 milyon təklif edirik. Qəbul edirmi? Qəbul etmir. 75 milyon təklif etsək bəs. Qəbul edirmi Harry Kane? Harry Kane bizi istəmir. Onda Osman Dembele'yə mi geçsək? Ya da Erling Haaland'a gedəcəm dostlar mən. 120 milyon təklif edirəm Erling Haaland'a və qəbul edir. Və ilk oyuncumuz Erling Haaland olur dostlar. Burada Şeytayevin yerinə keçiririk. İndi isə qapıcı transfer edəcəm birinci. Hücum və qapıcıları alsaq yaxşıdır. Kurta istəmirəm, yaşlıdır. Burada Donnarumma'ya getmək istəyirəm. Həm də yəni yaxşı iş görər, gəncdir. Çox tez bir şəkildə inkişaf edər. 70 milyon təklif edir, bəli. Qəbul etmir. Onda 75 bəs. 75-i qəbul edirmi? Donnarumma bəli. City'nin gücünü daha da zəiflətdik və Donnarumma qapıda, Haalandda hücumda oynayacaq. İndi isə müdafiələr alacaq sizdən dostlar. İlk video olaraq elə bir video çəkmək ağlıma gəldi dostlar. Burada Van Dijk'ı almaq istəyirəm. Yəni iş görər hələ ki. 34 milyon təklif edirik Van Dijk'a. Qəbul edir. Super. Van Dijk da artıq Qarabağın oyuncusudur. Bir müdafiəsi daha alacağam. Mancini'ni istəmirəm. Marquinhos'u ala bilər gəlsin. Və yaxud da Jonathan Tah'ı alacağam mən dostlar. Toplamda 50 milyon təklif edirik Jonathan Tah'a. Qəbul eləmir. 54 təklif edəcək. Qəbul edirmi? Bəli. Jonathan Tah da gəldi. Artıq bu da gəldi. Qaldı indi isə sol cinah müdafiəsini transfer edəcək dostlar. Daha yuxarısı yoxdur. Nuno Mendes alacaq. Əslində pis olmaz. Komandada çox oyuncu var. Burada Şeydayevi sataq geçsin. Sonra Bədavini sataq. Gedə bilər. Yəni komanda biraz boşaldı. Çox adam var. Abbasiyeno da geçsin. Bu qədər bəs hələ ki. Davam edə bilərik. Sol cinah müdafiəsi. Burada Nuno Mendes almağa çalışacağam. 75 milyon təklif edirəm. Qəbul edirmi? Etmir. 80 milyon təklif edəcəm. Ya da 78 milyon təklif edirik. Haydi qəbul elə. O qəbul eləmir. Onda bir həftə ilərlədib elə alacağam Nuno Mendes'i. Oyuna sağ cinah müdafiəsi tapaq. Kim ola bilərik? Əşrəf Hakimini alacağam mən. 80 milyona gəlirsənmi? Hakimi gəlmir. Onda 85 təklif edirəm. Haydi qəbul elə. Heç kim qəbul etmir dostlar. Kim ala bilərik? Bir həftədən sonra alacağam. Sol cinah oyuncusu istəyirəm almaq. Burada Nico Williams alacağam. Gəncdir həm də. Yəni oynayar amma yəni oynayar dostlar. 50 milyon təklif edir. Qəbul edirmi? Heç kim qəbul etmir. 55 milyon dostlar. Qəbul etsə super olar. Haydi, bəli, qəbul elədi. 55 milyona Nico Williams'ı da aldıq sol cinaha. İndi isə sağ cinaha baxacaq dostlar. Həm də oyuncuları icarəyə də götürə bilərik. Məsələn, burada Muhammed Salahı götürəcəm mən. Amma oyuncu komandaya gəlmək istəmir nədənsə. Başqa kimlər ala bilərik? Kimlər? Isco yox. Gənc, həm də təcrübəli Bruno Fernandes alacağam mən dostlar. 60 yox, 70 milyon təklif edirik. Bruno Fernandes'ə qəbul etmir. Qarabağın oyuncusudur. Başqa haralara qalıb? Müdafiə, yəni mərkəz müdafiə oyuncusu alacağam. Defansif ortasa. Buradan kimi ala bilərik? Baxıram. Kiralıq almaq istəyirəm əslində, amma Hakan Çalhanoğlu gəlsin. İş görər bizlər onsuz da. Hakan Çalhanoğlu'nu da transfer etdik və bir dənə də orta saha oyuncusu transfer edəcəm dostlar. Kimi ala bilərik? Güclü, yəni gücü yaxşı olan bir oyuncu almaq istəyirəm. Frankie de Jong'u əslində ala bilərikmi? Ya da Barella'nı alacağam mən dostlar. 82 milyon təklif edirik. 82 qəbul etmir. 90 milyon təklif edəcəm. Qəbul edirmi? Bəli, 90 milyona Barella'nı da transfer etməyi bacardıq. İndən Nuno Mendes'ə gedəcəm mən. Oyuncularımız çoxdur. Dani Bol geçsin. Chris Kouakou geçsin. İndi yenidən yoxlayaq dostlar. Sol cinaha kimi Nuno Mendes almaq istəyirəm.
70 o 85 milyon təklif eləsək. Bəli, qəbul edir 85 milyona. Bunu Mendeşi də aldıq dostlar. Keçsin bura. Və hal-hazırda sağ cinahada bir oyunçu lazımdır. Sağ cinaha biraz daha aşağı qiymət almaq istəyirəm. Ya Alexander Arnold da ala bilərəm əslində. Alexander Arnold alacam dostlar. O qədər çox pul vermək istəmirəm. 39 milyon təklif edəcəm. Real Madrid qəbul edirmi? Bəli, etdi. Alexander Arnold da gəldi. Bir sağ cinah oyuncusu çəkəcəm. Yəni Muhammed Salah bir də yoxlayacam. Çox oyuncumuz var. Tural Bayramov geçsin. Sonra məsələn Montiel gedə bilər. İndi yenidən yoxlayaq dostlar. Sağ cinah. Sağ kanat. Muhammed Salah buradadır. Bəli, bu səfər transfer edə bildik. Super. Muhammed Salahı da aldıq və komanda tamamilə hazırdır. İndi isə Zamen oyuncular transfer edəcəm ki, məsələn hücuma Zamen bir oyuncu gəlsə kimi ala bilərik? Aspas yox. Alvaro Morata'nı alacam dostlar. Ya da ki Daniel Mal'ını alacam. Daniel Mal gəlsin. Sonra başqa kim ala bilərik dostlar? Alexi Kaşuk gəlsin. Rutin nə gəlir? Bunu qoyaq. Başqa. Bu bir də çıxsın. Bəli dostlar, komanda hazırdır gördüyünüz kimi. C1 oynayırıq Shelbourne qarşı. Çempionlar Liqasında nə qədər ilerləyə bilərik? Bunu göstərəcəm sizə sadəcə dostlar. Liqa oyunlarını özüm oynayacağım. Çempionlar Liqa oyunlarını sadəcə sizə göstərəcəm. Bəli, 7-0 ümumi hesabla keçdik Shelbourne-ü. İndi isə Malmöyə qarşı oynayırıq. Haydi Qarabağ. 2-0 super. Leandro Andrade girdi, vurdu qolunu. Növbəti oyun yenə Malmöyə qarşı. Revanş. Erling Haaland. 4-0 ümumi hesabda 6-0 qazanmağı bacardıq dostlar. İndi növbəti Slovan Bratislava oyununa keçə bilərik dostlar. Növbəti oyunda görüşək. Slovan Bratislavaya qarşı oynayırıq dostlar. Qazana bilirikmi? 1-0 Alexander Arnold. 3-0 qazandıq Nikola Barella və Erling Haalandın qolları ilə. Növbəti revanş oyununa keçək dostlar. Növbəti Slovan Bratislava oyununa gəldik. Revanş oyunumuzdur. Qazana bilirikmi? 4-0, 5-0, 8-0. Haradaysa bütün oyuncular qol vurur da. Az qalmışdı qapıcı da vursun qol. İndi isə qarşınıza Basel çıxacaq. Baselə qarşı oynayırıq. Qazana bilsək super olar. 4-0, 5-0, 9-0 qazandıq dostlar. Yəni Baseli rahat keçdik. Revanş oyundayıq. Revanş oyununu qazana bilirikmi Baselə qarşı? 2-0, 3-0 qazanmağa bacardıq. Toplam 12-0 keçdik dostlar və Çempionlar Liqasında qruplara qaldıq. Kopenhagen, Ajax, Frankfurt, Bayer Leverkusenə qarşı, Bayern Münihə qarşı, Manchester City, Liverpool və Marsilyaya qarşı oynayacaq. Haydi indi Kopenhagen oyununa keçək. Oyunumuz Kopenhagenə qarşıdır. Qazan. Ajax'ın oyununa gəldik dostlar. Tevfik Bəhramov stadionunda başlayır oyunumuz. Ajax'a qarşı 1-0 super 1-0 qazanmağı bacardıq. Frankie de Jong'un qolu ilə və 4-cü sıradayıq. İndi isə Frankfurta qarşı oynayırıq. Eintracht Frankfurta qarşı oynayırıq və burada qırmızı kart gördüyü üçün oynaya bilməyəcək oyunda. Onun yerinə John Stones oynayacaq. Yəqin ki qazanarıq Frankfurta qarşı da. Oyun başladı və 1-0 uduzurıq Nathaniel Brown'un qolunu. 10-cu yox. Növbəti oyunumuz Bayer Leverkusenə qarşı. Bayer Leverkusen oyununa gəldik və yenə bu səfər də Hakan Salhanoğlu qırmızı kart görüb və oynaya bilməyəcək. Haydi keçək. Burada dengeli oynatacağam və normal və yaxud da ofansif və normal basınçlı oynayacaq. Qazana bilsək super olar. Bayer Leverkusenə qarşı Erling Haaland, Nikola Barella və 5-0 qazanmağı bacardıq dostlar. Super oldu bu. Münchenə qarşı oynayırıq dostlar. Burada dengeli də oynayacağam. Arnold da qırmızı kart aldığı üçün oynaya bilmir. Onun yerinə Mathieu Silva oynayacaq. Dostlar, Manchester City'yə qarşı oynayırıq, amma Mendes oynaya bilmir və Erling Haaland oynaya bilmir. Qırmızı kart görüb hər ikisi də. Və sol cinah müdafiəsində Mendes'in yerində Ervin Cəfərquliyev oynayacaq. Və burada dengeli normal oynayacaq. Qazana bilmə ehtimalımız var əslində. 1-1, 2-1 qazanırıq. 4-5-2 qazandıq dostlar. Super olur bizim üçün. Liverpool oyununa çatdıq dostlar. Burada yenə dengeli oynadacağam. Qazana bilirikmi? 2-0 Liverpool'u qazanmağı bacardıq dostlar. Super. Və 5-ci hal-hazırda. Son bir oyun, o da Marsilyaya qarşı. Marsilya oyundayıq və son oyundur bu. Burada ofansif oynadacağam. Marsilyaya qarşı ofansif və 1-0 uduzduq dostlar. Gedib Liverpool Manchester City-ni qazanırıq, gəlirik. Uduzuruq və 9-cu pillədə bitirdik. Lig mərhələlərini, qrup mərhələlərini. Playoff oynayacaq. Olympiakos oyundayıq. İlk oyunumuz onların stadionunda qazana bilirikmi? 1-0 qazanmağı bacardıq, amma qırmızı kartla gördük. İndi növbəti oyuna keçə bilərik.
Gördüyünüz kimi dostlar, Qarabağ lig çempionluğu peşindədir. Çempion ola bilərik elə 24-cü oyundan. Burada 24 oyunda 70 xalımız var. Hələ ki məğlub olmamışıq və burada gol krallığında Erling Haaland birincidir. 30 qolu var hardaysa. Yəni hardasa ilk 7 oyunçunun 6-sı bizim oyunçulardır dostlar və assistlərdə də Frenkie de Jong birincidə 52 assisti var dostlar. Həqiqətən çox böyük bir nailiyyətdir. 1 qol yemişik və 138 dənə qol atmışıq dostlar. Növbəti Olimpiyak gördüyünüz kimi dostlar, liqanı qazandıq, Karvana qarşı oynadıq və qazandıq. 75 xalla, 25 oyunda 75 xalla birinciyik və qazandıq. İndi isə Olimpiakasa qarşı oynayacağıq. Burada əlbəttə ki Elvin Cəfərquliyev oynayacaq. Borges gəlsin burada. Oynasınlar. Olimpiakasa qarşı ikinci oyunumuzda toplam 7-0 keçdik. Olimpiakası. Bəli dostlar, Newcastle United'a qarşı oynayırıq. Komanda hazır. Oynaya bilərik. Gözüm oynayırıq. 1-0 uduzduq, 1-1 elədik. 3-1 elədilər dostlar. 3-1 uduzduq. Əfsuslar olsun ki. Newcastle-a qarşı ikinci oyundayıq. Son ümidimiz buna qaldı. Bəli, 2 gol atdıq. 3-3. 4-0 qazandıq, super. 4-0 qazanmağı bacardıq dostlar. Comeback elədik. 3-1-dən gətirdik. 4-0 toplam 500 hesabı ilə Newcastle United-a keçirik və növbəti rəqibimiz Galatasaray oldu dostlar. Növbəti oyuna keçirik. Galatasaray komandasına qarşı oynayırıq. Burada dengeli oynatacağam. Risk almaq istəmirəm. Galatasaray'a qarşı 3-0, 3-1, 4-1 elədik hətta. 4-1 qazanmağı bacardıq dostlar. Rahat bir şəkildə qazandıq Galatasaray'a qarşı. Şu oyundayıq. Tofiq Bəhrəmov stadionunda oynayırıq və yenə dengeli oynatacağam. 1-0, 3-1 elədik. Mario Lemina öz qapısını atdı və 7-2 hesabla keçirik. Yarı finaldayıq dostlar. Yarı finalda rəqibimiz əfsuslar olsun ki, Real Madriddir. Real Madrid'ə qarşı dengeli oynatacağam dostlar. Və haydi bismillah. Qazana bilirik Real Madrid'ə qarşı. İlk oyun bərabərə bitdi. İndi isə növbəti oyundayıq. Növbəti oyunda bax. Keçə bilirikmi? Real Madrid'ə qarşı yenə dengeli oynadırıq. 1-0 Alexander Arnold. İcarəyə götürdüyümüz Alexander Arnold'un qoluyla qazanmağı bacardıq dostlar. Super. Real Madrid'ə keçdik və rəqibimiz Bayern Münhen dostlar. Finalda Qarabağ Çempionlar Liqasında finalda tarix yazır dostlar. Qarabağ. Qazana bilsək super olar. Yenə dengeli oynadığım dostlar. Haydi. 1-1 oldu. 2-1 uduruq. 2-2, 3-3. Nə danışsan? 5-3 qazandıq dostlar. Leandro Andrade hat-trick elədi dostlar. Qarabağın əsl oyuncusu Leandro Andrade hat-trick elədi və 5-3 qazandıq. Super. Qarabağ gördüyünüz üzrə Çempionlar Liqasını qazanmağı bacardı. Qarabağ tarix yazdı. Dünyanın ən güclü komandalarından biri oldu artıq Qarabağ. Və burada uluslararası kupada var dostlar. Bunda oynayaq. Qazana bilirikmi? 5-0 qazanırıq. Uluslararası kupanın da sahibi əlbəttə ki Qarabağdır. Dostlar, uluslararası kupanda qazandıq Qarabağ. Və artıq bu mövsümü başa vurduq. Bəli dostlar, artıq bir videonun daha sonuna gəldik. Puan toplosunda, yəni cədvəldə Misli Premier Liqasında Qarabağ birinci 99 xalla məğlub olmadıq. Burada assistlərdə Frenkie de Jong var. Yəni burada bug var, Barcelona'da göstərir, amma yəni əslində bizdə idi, icarədə idi. 56 assist elədi. Nicola Barella 30 assist elədi dostlar. Və gol krallığında da Erling Haaland birinci, Bruno Fernandes ikinci və Nicola Barella da üçüncü olaraq başa vurdular. Bu videolarda görüşmək üzrə dostlar. Əgər bu videoya yaxşı bir bəyəni gəlsə, yeni bir video gələcək. Görüşərik.